Xoş gördük hər birinizi. Bugün Yeni Dövlət İmtahan Mərkəzinin test toplusunun növbəti mövzusunu izahıdır. Mövzumuz 2-ci Qarabağ müharibəsidir. İlk sualımız 1-ci və 2-ci Qarabağ müharibəsi arasındakı dövrdə baş verməmişdi. 1-ci Qarabağın hərbi əməliyyatları başlayır 1988-1994-ə qədər, 2-ci Qarabağ 2020-ci ilin sentyabrında başlayır. Gizir Mübariz İbrahimovun qəhrəmancasına şəhid olması 2010-cu ildir. Bu intervala düşür. Lələtəpə yüksəkliyinin azad olunması 2016 aprel döyüşlərindədir. Bu da doğrudur. Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının dalğalanması, amma bu 2-ci Qarabağ müharibəsinə aiddir. Ona görə ortaq arasındakı dövrdə baş verməyib. Tovuz döyüşlərinin baş verməsi 2-ci Qarabağ müharibəsi ərəfəsindədir. İyul ayındadır 2020-nin. Şərur rayonunun Günnüt kəndinin ordumuzun nəzarətinə keçməsi bu 2018 Günnüt əməliyyatıdır. Rayonlarla bağlı uyğunluq Laçın rayonudur, Füzuli rayonudur. 2-ci Qarabağ müharibəsindən sonra ərazisində infrastruktur layihəsi hər ikisində var infrastruktur layihələri. 1-ci Qarabağ müharibəsində ərazisində hərbi əməliyyatlar aparılıb, hər iki rayonumuzun ərazisində aparılıb. 2-ci Qarabağ müharibəsinə qədər ərazisi tam işğalda idi. Laçın işğaldaydı, amma Füzulidir, Cəbrayıldır, Ağdamdır, tam işğalda deyildi. Aprel döyüşlərində ərazisinin bir hissəsi işğaldan azad olunub. Ümumiyyətlə, aprel döyüşləri Laçına aid deyil, Laçını çıxırıq. Amma Füzulinin ərazisinin bir hissəsi yox. Orada Lələtəpə yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi var. Yəni, Füzuli əməliyyatlar gedib. Ona görə 1 ilə 2 olacaq bizim cavabımız. 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan ordusunun Qarabağ bölgəsində antiterror tədbirlərinin nəticəsi düşmənin keçilməz hesab etdiyi istehkamların ilk dəfə yarılması yox. Vətən müharibəsində də var bu, aprel döyüşlərində də. Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi, Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi 2022-ci ildədir. Azərbaycan-Ermənistan sərhədinin tam nəzarətə götürülməsi, Azərbaycan-Ermənistan sərhədi tam nəzarətə götürülmür. Xocalı rayonu işğaldan azad olunur, bu doğrudur. BMT-nin əməliyyatı dayandırmaqla bağlı qətnamə qəbul etməsi yox, belə bir qətnamə yoxdur. 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Yalançı hədəf kimi köhnə təyyarələrin vasitəsilə Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmişik, bu doğrudur. Azərbaycan Respublikası Prezidentinin əlillərin və şəhid olmuş ailələrin təminatı üçün Yaşad fondunun yaradılmasına dair fərman verməsi bu müharibədən sonraki məsələdir. Harop və Bayraktar adlı dronlardan istifadə var. Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləyib hər zaman. Müharibənin gedişində yerli istehsal olan hərbi texnikadan uğurla istifadə olunmuşdur. Xəritədə ərazisi ulduzla verilmiş dövlətlər üçün oxşar cəhət Pakistandır, Əfqanistandır, Ukraynadır, Türkiyədir. Azərbaycanla Ermənistan arasındakı müharibədə bir tərəf deyildilər, yanlışdır. Qarabağdakı sülhməramlı qüvvələrin tərkibində təmsil olunmurdu. İstehsal etdikləri pilotsuz döyüş aparatları vasitəsilə Azərbaycana hərbi cəhətdən köməkli göstərən Türkiyə olacaq. Şuşa bəyannaməsi Türkiyə ilə imzalanıb. Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin mövqeyini müdafiə edib dəstək göstərmişlər. Y variantı. 6. 2-ci Qarabağ müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatların nəticəsi. Müharibənin ilk günlərində Murovdağ yüksəkliyi azad oldu. Doğrudur, Murovdağ əməliyyat uğurludur. Zəngilanın Ağbənd qəsəbəsinin azad olması ilə İranla dövlət sərhədi tam nəzarətə götürüldü. Doğrudur. Oktyabr ayının ilk günlərində Füzuli şəhəri azad olundu. İlk günlərində Füzuli yox, Cəbrayıl azad olub. BMT-nin vasitəçiliyi ilə humanitar atəşkəs olmadı, yox, yanlışdır. Turan taktikasından istifadə etmişik. 1-2-5 D variantı. 94-2010 Konstitusiyaya əlavə düzəlişlər olubmu? Olmayıb. Türkiyə ilə əməkdaşlıq var? Bəli, var. Beynəlxalq təşkilatlara üzv olmuşuq? Yox. Milli məclis seçkiləri var? Yox. Prezident seçkilərinin keçirilməsi bu dövrdə yoxdur. Xəritədə ərazisi ulduzla qeyd olunmuş Azərbaycan rayonu, bu Yevlax rayonunun ərazisidir. 2-ci Qarabağ müharibəsi dövründə düşməndən azad olunmuş ilk rayon mərkəzimiz Cəbrayıl rayonudur. Azərbaycan Respublikasının prezidentinin təyin etdiyi məsul şəxslə erməni əhalinin nümayəndələri arasında görüş keçirilib Yevlaxda, Xocalıda, bəli. 1-ci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmayıb. Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatında işğaldan azad olmuşdu, işğalda deyildi. Tovuz döyüşlərində düşmən ordusu tərəfindən ballistik raketlərlə
Fosforlu və kasetli bombalarla ateşə tutularaq mülki əhalisinə qarşı müxtəlif cinayətlər törədilmişdi. Yanlışdır. Doğru cavab B variantı. Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə aid deyil. Azərbaycan Respublikası bütün Qarabağı tam nəzarət altına alır. Bu doğrudur. Konstitusiya quruluşunu bərpa edir. Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin etmək üçün mühüm addımlar var. Azad edilən ərazilərin, yolların, yaşayış məntəqələrinin silahsızlaşdırılması sayəsində addımlar da var. Ağdam-Xankəndi yolu və digər nəqliyyat kommunikasiya xətlərinin normal fəaliyyəti təmin olunub. Bəli, Cəbrayıl rayonunun azad olunması ilə Azərbaycanın cənub bölgələrinin təhlükəsizliyi təmin olundu. Bu 2-ci Vətən müharibəsindədir. 44 günlük müharibə zamanı Azərbaycan Türkiyə Respublikasından güclü diplomatik dəstək almışdıq. Qoşulmama hərəkatı təşkilatının prinsipial mövqeyi ilə döyüşlər dayanmadı, yanlışdır. Düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləmişik, bəli, bəsləmişik. Yalnız yerli müdafiə sənayesindən istifadə yox. İsraildən aldığımız məhsullar var, Türkiyədən həmçinin etnik, sosial və dini baxımdan bütövlük nümayiş etdirmişik hər zaman, bəli, 1-3-5. Birinci Qarabağ müharibəsindən fərqli olaraq 2-ci Qarabağ müharibəsində Ermənistan havadarlarından dəstək ala bilmədi. Niyə almadı? Aldı. Zəngilan şəhəri düşməndən azad oldu. Zəngilan şəhəri düşməndən azad oldu. 2-ci Qarabağ müharibəsində bəli, azad oldu. Azərbaycan, Rusiya yaxından iştirakı ilə atəşkəsə nail olundu. Bu fərq deyil, bu oxşarlıqdır. Azərbaycan hərbçisi Daşaltı əməliyyatını uğurla həyata keçirdi. Döyüşlərdə fərqlənən hərbçilərə müxtəlif orden medallar verildi. Hər ikisində verilib 2 və 4 olacaq. Burada bizim cavabımız. 2020-nin sonunda Vətən müharibəsinin yekunları ilə bağlı Azərbaycan Respublikasının prezidentinin imzaladığı fərman və sərəncamlara görə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkə ərazisində bir dəqiqəlik sükutla yad olundu. Doğrudur. Şəhid ailələrinin təminatı dəstəyi üçün Qarabağ Dirçəliş fondu yaranıb. Yox, bu Yaşad fondudur. 8 noyabr anım günü deyil, 8 noyabr zəfər günüdür. Vətən müharibəsi qəhrəmanı fəxri adı orden medalları təsis olundu. Vətən müharibəsi memorial kompleksinin yaradılması nəzərdə tutulurdu. Bəli, doğrudur. 1-4-5. 2-ci Qarabağ müharibəsi dövründə davam edən hərbi əməliyyatlar nəticəsində 2020-ci ilin oktyabrında Şuşa şəhəri düşməndən azad olunub noyabrda. Ermənistanla dövlət sərhədi tam şəkildə nəzarətə götürülmür. Xudafərin körpüsü üzərinə Azərbaycan bayrağı ucaldı 18 oktyabrda, Suqovuşan 3 oktyabrda. 3 və 4. 2-ci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iqtisadi və mədəni tədbirlər. Vətən müharibəsi memorial kompleksinin istifadəyə verilməsi bu işğaldan azad olunan rayonların arasında olmadığına görə biri mən çıxmalıyam. Ermənistanla sərhəd xəttinin dəqiqləşdirilməyə başlaması bu ümumiyyətlə aid olmayacaq siyasi tədbirdir. Muğam televiziya müsabiqəsinin final mərhələsini götürə bilərəm. İstehsal, nəqliyyat, kommunikasiya infrastrukturunun qurulmasını götürə bilərəm. Ərazilərin minalardan təmizlənməyə başlaması bu humanitar tədbirdir. Bunu da çıxacam. İqtisadi mədəni tədbir deyil. Doğru cavab 3 və 4-dür. 2-ci Qarabağ müharibəsinə dair uyğunluq. Azərbaycanın istifadə etdiyi PUA bayraqdardır. Bəli, var idi. Zəfər günü deyil, 27 sentyabr anım günüdür. Azərbaycan istehsal zərbə doğrudur. Erməni işğalından azad olunmuş son rayon Kəlbəcər deyil, müharibə gedişində Qubadlıdır. Azərbaycanın həyata keçirdiyi əməliyyat dəmir yumruqdur. Bəli, dəmir yumruqdur. 16. 2-ci Qarabağ müharibəsindən sonra imzalanan 2020-ci il noyabr bəyanatına fərqli olaraq 2021 yanvar bəyanatı 3 tərəfli idi, hər ikisi 3 tərəflidir. Əsasən işğaldakı Azərbaycan rayonlarının boşaldılmasından danışılmır. Prioritet qismində nəqliyyat yollarıdır burada. Bəli. Baş nazirlərin müavinlərindən ibarət işçi qrupun yaradılması nəzərdə tutulurdu. Hərbi əməliyyatların tam dayandırılması 2020-nin noyabrındadır. 3 və 4. 2020-ci il Vətən müharibəsinə aid doğru fikirlər. Hərbi sənaye kompleksimizin məhsullarından istifadə olundu. Müharibənin ilk həftəsində deyil, Cəbrayılın Füzulinin azad olunması yanlışdır. Zəngilan rayonu işğaldan azad olunandan sonra Naxçıvanla quru sərhədimiz bərpa olmadı. Cəbrayıl rayonunun azad olunması ilə Azərbaycan əsgərləri İranla dövləti sərhəddini tam nəzərdə götürmədi. Bu Ağbənd qəsəbəsidir. İşğalçıların hava hücumundan müdafiə sistemlərinin üzə çıxarılması üçün yalançı hədəf kimi köhnə təyyarələrdən istifadə olunub. Bəli. 1 və 5, 17-nin cavabı olacaq 18. 2000
2016-cı il aprel döyüşləri Vətən müharibəsi. Demək, Vətən müharibəsinin 2016-cı il aprel döyüşlərindən fərqini istəyir. Cəbhənin şimal və cənub rayonlarında hərbi əməliyyatlar həyata keçirilib oxşardı. Ölkədə qismən səfərbərlik olacaq 2-ci Qarabağda. Hərbi əməliyyatların erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq başlaması ikisinin ortaq cəhətidir. Hərbi əməliyyatlarda fərqlənənlərin yüksək hərbi adlar və ordenlərlə təltif olunması ikisinə də aiddir. Şuşa olacaq 2-ci Vətən müharibəsində. İkinci Vətən müharibəsində düşməndən tamamilə təmizlənən hansı rayonların ərazilərinin müəyyən hissəsi həm 94 yanvarda, həm də 2016 aprelində aparılan hərbi əməliyyatların gedişində işğaldan azad olmuşdu. Deməli, 2016-cı ildə harda getdi əməliyyatlar? Cəbrayılda, Füzuli istiqamətində. Buradakı rayonlar Füzulidir, Cəbrayıldır, Xocavənddir, Ağdamdır, Kəlbəcərdir. 2016-da Kəlbəcərdə getməyibdir, biri mən çıxmalıyam. Ağdamda getməyib, Ağdamı çıxacam, Xocavəndi çıxacam. Üçünün ortaq cəhətlə mən yaza bilərəm. Yalnız Cəbrayılı, bir də Füzulini. 2 və 3. Xəritədə işarələnmiş rayonlarla bağlı ümumi cəhət. Rayonlarımız Qubadlıdır, rayonumuz Füzuli, yox, bir də üzr istəyirəm, Cəbrayıl rayonudur, bu Cəbrayılın ərazisidir. İkinci Vətən müharibəsinədək ərazilər tam işğalda idi, Cəbrayıl tam işğalda deyildi. Ona görə mən bunu cavab olaraq götürə bilmərəm. Ağdamdır, Cəbrayıldır, Füzulidir, tam işğalda deyil. Aprel döyüşlərində ərazilərində hərbi əməliyyatlar aparılmışdı. Cəbrayılda gedib əməliyyatlar, amma deməli Qubadlıda getməyib. 2020-ci ilin oktyabrında rayon mərkəzləri azad olub, bəli. 93-də işğal olunublar, bəli. Xəritədəki rayonlarımız Füzuli rayonudur və Zəngilan rayonudur. Rayon mərkəzləri 2020-ci ilin oktyabrında işğaldan azad olunub, bəli. İranla bütün sərhəd əraziləri Qarabağ uğrunda Vətən müharibəsində işğalda idi, Füzuli işğalda deyildi. Ərazilərin bir hissəsi 94-cü ilin əvvəllərində azad olunmuşdu, bu Füzulidir. Zəngilan deyil. Ərazilərində hava limanı var, bəli. 1 və 4. Daşaltı və ətraf yüksəkliklərin ələ keçirilməsi, Laçın dəhlizinin tamamilə ordumuzun nəzarətinə keçməsi. Yox, biri 2020-ci ildir, biri 2022-ci il uyğun gəlmir. Azərbaycan yalançı hədəf kimi istifadəsiz köhnə təyyarələrdən istifadəsi düşmənin hava hücumundan müdafiə sistemlərini aşkara çıxarıb məhv eləyir, doğrudur. Quballı rayonun azad olunması, Azərbaycan-İran sərhədinin nəzarəti təmin olunması yanlışdır. Əlverişsiz hava şəraitinə görə Basar Keçər kəndində problemlərin yaranması, bu Laçınla bağlı deyil, Kəlbəcərlə bağlıdır. 2022-ci ilin avqustunda qisas əməliyyatının həyata keçirilməsi, Qarabağ silsiləsi boyunca yüksəkliklərin nəzarətə götürülməsi. 2 və 5. 2-ci Qarabağ müharibəsinə aid uyğunluq, Suqovuşan istiqamətində döyüşlərin baş verməsi, Ağdərə və Ağdamı birləşdirən əsas təminat yol ordumuzun nəzarətinə keçir. Azərbaycan silahlı qüvvələrinin İranla sərhədi tam nəzarətə götürülməsi bu Ağbənd qəsəbəsi iləndir. Yox, Cəbrayıl Ağbənddən öncədir, yanlışdır. Azərbaycanın müharibədəki mövqeyinin bəzi dövlətlər tərəfindən dəstəklənməsi, BMT Təhlükəsizlik Şurası ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul edilməsinin qarşısını aldı. Bəli, 3 doğrudur. Azərbaycan ordusunun strateji Şuşa-Laçın yolunun bir hissəsini ələ keçirilməsi, Laçın rayonu azad olundu, yanlışdır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı təcavüzlərin olunması, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana sanksiya verildi. Əlbəttə ki, sanksiya tətbiq olunmadı Ermənistana. 1 və 3 olacaq cavab. İşğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri, ərazilərdə dayanıqlı icmalar yaradıldı. 2023-ə qədər 3 hava limanı tikilib istifadəyə verilib. Baxaq görək 3-dürmü? Füzuli 2021-də, Zəngilan 2022-də, Laçın 25-dədir. Yox, 3 olmur, 2 olur. Həyata keçirilən işlərdə texnoloji yeniliklər olacaq, bəli. Bərpa olunan enerji mənbələrindən istifadə, bəli. Məskunlaşma prosesinə 2026-dan başlamırıq, 2022-dən başlamışıq. 1, 3, 4 olacaq bizim cavabımız. Xronoloji ardıcıllıq, Suqovuşan olacaq 3 oktyabrda, Şuşa olacaq 8 noyabrda, Ağdam 20 noyabrda, Ağbənd 22 oktyabrda. 1, 4, 2 və 3.
Və nəhayət sonuncu sualımız 1-ci Qarabağ 88-94, 2-ci Qarabağ müharibəsi 2020. Zəngilan rayonunun düşmən tərəfindən ələ keçirilməsi deyirsə 1-ci Qarabağdır. Hadrut qəsəbəsinin düşməndən azad olunması 2-ci Qarabağdadır. Milli ordumuzun uğurlu Ağdərə əməliyyatı 1-ci Qarabağdadır. Gizir Mübariz İbrahimovun Azərbaycan milli qəhrəmanı adına layiq görülməsi 2010-cu ildədir, heç bir müharibəyə aid deyil. Şərur rayonunun Günnüt kəndinin ordumuzun nəzarətinə keçməsi, bu da Günnüt əməliyyatıdır 2018-ci ildə. 1A, C, 2B.